Dəyərli izləyicilər, İTHA Maarifləndirmə layihəsinin bugünkü buraxılışında həmkarım Fatimə Həbbova ilə birlikdə phishing mesajlarından danışacağıq. Fatimə xanım, phishing mesajları nədir və nə üçün təhlükəlidir? Phishing mesajlarında əsas məqsəd istifadəçilərin fərdi və maliyyə məlumatlarının oğurlanmasıdır. Adətən məşhur qurumların və ya şirkətlərin adından gəlir və daxilində şübhəli linklər olur. Şübhəli linklərə kliklədikdə məlumatınız oğurlana və ya cihazınız zərərli proqrama yoluxa bilər. Bəs phishing mesajlarını necə tanıyaq? Göndərəni yoxlayın və linkə nəzər yetirib domen ünvanını diqqətlə oxuyun. Orfoqrafik səhvlər, qəribə simvollar və şübhəli keçidlər təhlükəyə işarədir. Əgər şübhəli linkə klikləsək, nə etməliyik? Heç bir məlumat daxil etməyin. Cihazınızı antivirus proqramı vasitəsilə yoxlayın. Hesab şifrələrinizi dəyişin. Əlavə problem yaşanarsa, mütəxəssislərə müraciət edin. Phishing mesajlarından necə qoruna bilərik? Naməlum linkləri klikləməyin və şübhəli faylları açmayın. Şifr və kart kimi məlumatlarınızı yalnız etibarlı mənbələrdə paylaşın. Phishing mesajı aldıqda necə davranmalıyıq? Mesaja cavab verməyin, paylaşmayın və dərhal silin. Lazım gələrsə, rəsmi quruma müraciət edin. Ən əsası panikaya qapılmayın və məlumatlarınızı qoruyun.